Salam əziz televiziya tamaşaçıları. Qanun Danışanda verilişi yenə sizinlədir. Bugünkü bizim qonağımız Leyla xanım Abbasovadır. Mənim adaşım, bioloq-genetik, Azərbaycanın gözəl xanımı, çox zəngin, çox savadlı, çox hər tərəfli düşünən bir cəmiyyətin, belə deyək, yüksək dərəcədə ağla malik bir xanımdır. Xoş gəlmisiniz Leyla xanım. Xanım, çox sağ olun, xoş gününüz olsun. Mən dediyiniz xoş sözlər üçün sizə minnətdarlığımı bildirmək istəyirəm, çox təşəkkür edirəm. Və dəvətiniz üçün, sizinlə həm söhbət ola bilmə şansını qazana bilmək üçün və xanımlardan ibarət yəqin ki, auditoriyamıza səslənə bilmək imkanını yaratdığınız üçün sizə və komandanıza təşəkkür edirəm. İlk növbədə bizim sualımız ondan ibarətdir ki, ümumiyyətlə verilişimiz belə qurulub. Siz özünüz haqqında, ailəniz haqqında, yəni hansı ailədə böyümüsünüz, nətər olub məhz bu peşəni seçmisiniz və s. İstərdim özünüz haqqında bizim televiziya tamaşaçılarımıza daha çox ətraflı informasiya verəsiniz. Məmnuniyyətlə. Mən ziyalı ailədə doğulmuşam. Anam müəllimə, atam həkim olub. Necə olub ki, bu sənətə yiyələnməyi seçmişəm? Açığı hər zaman məhz xüsusən genetika, çünki bilirsiniz genetika tibbin, biologiyanın çox hər zaman tələbatlı olan və yeniliklərlə zəngin olan bir hissəsidir, bir bölümüdür daha doğrusu. Genetikaya marağım isə bir Azərbaycanlı kimi öz köklərimə bağlı olmağımı düşünürəm ki, və bir insanın, biz məlumdur ki, hər birimiz soy kökümüzdən ibarətik, soy kökümüzün daşıyıcısıyıq və o daşıyıcılığı cəmiyyətə, ailəmizə hansı faydalar verə bilməyi öyrənə bilmək, bunu tədqiq edə bilmək üçün məhz genetikanı seçdim. Genetika mənim üçün hər zaman çox maraqlı olub, bugün də maraqlıdır və məncə tək mənə yox, cəmiyyətin böyük bir hissəsinə. Sizinlə davranışda, yəni bunlar çox hiss olunur və həqiqətən mən fəxr edirəm ki, bizim qadınlarımız doğrudan hər tərəfli genetik, belə ağıllı, kamallı, yəni hər tərəfli düşüncəli bir xanımlardır və fəxr duyuram və çox sağ olun ki, bizim verilişimizə bugün gəlmisiniz. Çox sağ olun. Bilirsiniz, mən hesab edirəm ki, yəni ümumiyyətlə cəmiyyətdə xanım, qadın olaraq, qız uşağı olaraq doğulmaq artıq özü bir şansdır. Yəni onu da genetikamız müəyyən eləyir ki, biz həyata hansı fərd olaraq gələcəyik, hansı cinsiyyətin daşıyıcısı olaraq gələcəyik. Çünki qız uşağı gələcək həyatın başlanğıcı, yeni bir başlanğıca həyat verən, yeni bir nəsli formalaşdıran bir şəxsdir. Azərbaycan qadını olmaq isə hesab edirəm ki, bu xüsusi bir fəxarətdir. Və Azərbaycan, siz qeyd etdiyiniz kimi xanımlarımızın, bugünkü Azərbaycan xanımı gücünü, zərafətini, qüdrətini Tomrisdən, Sarı Xatundan alır. Biz o Azərbaycan cəmiyyətinin xanımlarıyıq ki, hansı ki, şərqdə ümumiyyətlə ilk Azərbaycan xanımına seçki hüququ verilibdir 18-ci ildə bilirsiniz. Bugün ən progressiv ölkələrdən biri sayılan və yaxud öndə gedən Amerika Birləşmiş Ştatları belə öz xanımlarına bu hüququ 1920-ci ildə verib. Amma Azərbaycan xanımı hesab edirəm ki, ona layiq idi, o hüququ almışdı. Bu da genetikadan irəli gəlirmi? Bilirsiniz, mən burada qadın artıq biraz gender belə deyək seçənəyi etməyəcəm. Bu həm də görünür Azərbaycan kişisinin, Azərbaycan qadınını kifayət qədər genetik, yəni bizim qadınlarımızın gender, yəni cinsiyyət nöqteyi nəzərindən deyirəm ki, yəni görünür Azərbaycan kişisi də Azərbaycan xanımında o potensialı görürdü ki, o seçimlərində doğru olacaq. Və onun seçimləri, bir xanımın, Azərbaycanlı xanımın seçimi Azərbaycan kişisinin seçimindən geri qalmayacaq və cəmiyyət olaraq bu hüquq ona tanınmışdı. Dediyim kimi, hesab edirəm ki, biz gücümüzü ondan alırıq və onun da nəticəsidir ki, dediyim kimi, şərqdə ilk diplomat qadın Sarı Xatun, şərqdə ilk hökmdar qadın Tomris Xatun, şərqdə ilk operanın müəllifi Şəfiqə xanım Axundova,
Şərqdə, Cənubi Avropada ümumiyyətlə ilk təyyarəçi qadın Leyla xanım Məmmədbəyova, mənim adaşım. Yəni bu misalları kifayət qədər çox sadalamaq olar və dediyim kimi məncə bu bizim Azərbaycanlı xanımı öz gücünü, öz qüdrətini məhz öz genetik kodlarından, genetik kökündən alır. Elədir. Hal-hazırda, yəni mən istəyirəm siz ilk iş yeriniz harda olub, nədən başlamısınız? Yəni sizin karyeranız necə pillə-pillə gəlmişsə və hal-hazırda harda işləyirsiniz? Mən orta təhsilimi bitirəndən sonra Lalə xanım bir çox gənclərin, hesab edirəm ki, bu mənim ilk həyat dərsim idi. Bir çox gənclərin sahib olduğu bir gənclik maksimalizmi ilə İlla da Tibb Universitetinin tələbəsi olacağam deyə seçimimi yalnız Tibb Universitetinin fakültələri üzərindən etmişdim və bu maksimalizmim həmən il uğursuzluqla nəticələnmişdi. Və mən vaxtı itirmədən tibb məktəbinə daxil oldum, tibb bacısı ixtisasına yiyələndim. Və ondan sonra Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasında tibb bacısı kimi, reanimasiya şöbəsində tibb bacısı kimi fəaliyyət göstərdim. Və ilk böyük tibbi təcrübələrimi orada aldım. Ondan sonra təbii ki, ali təhsil məqsədim idi. Ali təhsilim Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirməklə, daha sonra magistr pilləsini qazandım. Ondan sonra əgər məhz iş yerlərim barədə soruşursunuzsa, uzun müddət mərkəzi klinik xəstəxana, indiki mərkəzi klinikada 20 ildən artıq fəaliyyət göstərmişəm. İş yerlərimin arasında Bakı Sağlamlıq Mərkəzini də qeyd eləyə bilərəm. Hal-hazırda Limbak Labor Qrupda genetik olaraq fəaliyyət göstərirəm. Və məhz burada bu indiki pozisiyamda cəmiyyətimizin üzvlərinə faydalı ola bilməkdən, nə dərəcədə faydalı ola bilirəmsə onu deyə bilməyəcəm, faydalı ola bilməkdən qürur duyuram. Baxın, siz pillə-pillə qalxmısınız və mən düşünürəm ki, ümumiyyətlə bir cəmiyyətdə iş, vəzifə və mükəmməl belə də işçi onda əmələ gəlir ki, yaranır ki, o pillə-pillə qalxır və elə insanların daha savadı daha çox olur, daha o praktik müəyyən bir sahədə praktikanı keçib belə bir kadr kimi daha savadlı bir və yerində olan bir insanlardır. Əfsuslar olsun ki, bugünkü cəmiyyətimizdə mən çox narazıyam ki, bu gün sadəcə olaraq xaricdə oxuyan bir tələbə gəlir və birdən-birə ona böyük bir vəzifə verirlər. Və düşünürəm ki, o öz vəzifəsini yerinə yetirə bilmir və bu məsələlər də hardasa cəmiyyəti, dövlətin inkişafını geriyə atır. Bu mənim fikrimdir və mən bununla nəinki sizinlə, bütün tamaşaçılarımızla və dövlət qurumlarından da bölüşmək istəyirəm. Yəni qəbul edib etməsin artıq onların işidir. Mən sizlə razıyam, çünki bir istənilən sahədə sıravi olmadan, bu da mənim subyektiv fikrimdir, yəni sıravi olub sıravinin funksiyalarını, sıravi işçinin vəzifə öhdəliklərini bilmədən və daha sonra o pillələşməyə sahib olmadan o qədər də asan olmur irəliləmək. Xarici təcrübələr, hansı ki mənim də təcrübəmdə xarici kurslar, ixtisas artırmalar, xarici təcrübə, yəni mənim də belə deyək, keçmişimdə var. Bilirsiniz, yetəri nəzəri biliklər olmayanda istənilən təcrübə, istənilən ixtisas artırma, istənilən təkmilləşmə müəyyən baza biliyinin üzərində formalaşır. O baza kifayət qədər möhkəm olmalıdır ki, üzərində təkmilləşmə proqramları kök sala bilsin və təbii ki, faydasını verə bilsin. Mən çox şadam ki, həm fikir bir insanla bir söhbət aparırıq. 22 il öncə Azərbaycanda belə də genetik laboratoriyalar əmələ gəlib və amma hal-hazırda artıq qanun qəbul olunub ki, Azərbaycan cəmiyyətinə qohum nigahı olmasın. Bəli.
Və bu çox sevindirici haldır. Ona görə ki, bu məsələlər çox böyük bir fəsadlara gətirib çıxardır və bugünkü bizim cəmiyyətdə daha çox belə deyək ki, xəstə uşaqlar artıb. Mən istərdim siz işlədiyiniz laboratoriyadan danışasınız və orada məhz hansı analizlər olunur və artıq necə müəyyənləşdirəcəksiniz ki, bu gənclər ailə quraraq cəmiyyətə sağlam nəsil dünyaya gətirə bilər. Layıqan, bəli, çox doğru vurğuladınız. Biz Limbak Labor qrupu olaraq 22 ildən artıqdır fəaliyyət göstəririk və bizim fəaliyyət sahəmizin aparıcı qollarından biri məhz genetik təhlillərlə bağlıdır və son zamanlara qədər biz siz qeyd etdiyiniz mürəkkəb genetik təhlillərin aparılması üçün xarici ölkələrin laboratoriyalarına üz tuturduq, nümunələrimizi göndərirdik. Yəni genetika mövzusunda fikir mübadiləmizi və təcrübələrimizi onunla paylaşırdıq. Hal-hazırda Limbak Labor qrupun öz genetik mərkəzi var Azərbaycanda ilk. Yəni daha sonra istəsəniz biz bu barədə daha ətraflı danışarıq. Neçinci ildə bu? Biz artıq bu ilin əvvəlindən, 26-cı ilin əvvəlindən Limbak Labor qrupun... Yəni bu sahədə inkişaf gedir. Bəli, çox şükür ki, Limbak Labor qrupun qolu olan Genesis Lab, genetik mərkəz təsis olunub və hal-hazırda fəaliyyət göstərir. Qanunvericiliyə gəldikdə çox doğru vurğuladınız ki, əslində bu dövlətimiz tərəfindən çox doğru qəbul olunmuş bir qərar idi qohum evliliklərinin qadağan olunması. Nəyə görə? Bilirsiniz, biz obrazlı olaraq düşünsək, hər bir xanıma, hər bir qadına belə deyək, xitabən bunu anlatmağa çalışsaq, bir ağac öz kökünü, yəni biz təsəvvürümüzdə bir ağac canlandırsaq, ağac kökünü bir yerdən götürür. Daha doğrusu gövdəsi eyni kökdən formalaşır. Həmən gövdədən müxtəlif çoxsaylı budaqlar yaranır. Biz onları həmən nəslin fərdi olaraq düşünsək, kök və gövdə eyni yerdən gəldiyini nəzərə alsaq, biz mutasiya adlandırdığımız, patoloji mutasiya adlandırdığımız, yəni müxtəlif dəyişikliklərə, xəstəliklərə səbəb ola bilən amillərin daşıyıcılığı eyni kökdən gələn müxtəlif fərdlərdirsə, onların ailə qurduğu zaman daşıyıcısı olduqları xəstəlikləri gələcək nəslə təəssüf ki, ötürdükləri üçün xəstə uşaq doğulma ehtimalı çox artır. Əslində biz hər birimiz orta hesabla 40-45 mutasiya daşıyıcısıyıq. Amma biz niyə xəstə deyilik deyə soruşsanız, biz ona görə xəstə deyilik ki, bizim irsiyyətimizi müəyyən edən allellərdən biri sağlam, digəri xəstə olarsa, xəstəliyin əlamətləri bizdə təzahür etməyəcək. Amma iki daşıyıcı evliliyi düşünsəniz, həm gələcək ana namizədi, həm gələcək ata namizədi daşıyıcıdırsa və dünyaya gələcək övlad ki, burada artıq xəstə övladın doğulma faizi 25% və onun üzərində olur bəzən, hər iki valideynindən xəstə geni irs olaraq qəbul eləyərsə, məlum məsələdir ki, biz hər birimiz valideynlərimizin genetik materialından, məhsulundan ibarətik. Dünyaya təəssüf ki, xəstə uşaq gələcək. Xəstə uşaq nə deməkdir? Yəni, mən çox arzu edirəm ki, bizim cəmiyyətimizdə xəstə övladları olan ailələr mümkün qədər az olsun və bütün xəstə uşaqlar tezliklə şəfasına qovuşsun. Leyla xanım, bu axır zamanda belə deyək, Down uşaqlar sindromu, Down sindromu ilə dünyaya gələn. Sonra autizm. Bəli. Yəni mən bilmirəm, keçmiş əsrdə bəlkə də bunlar daha nadir hallarda rast gəlirdi. Belə bir uşaqları, yoxsa sadəcə olaraq qapalı bir cəmiyyət idi Sovet hökuməti və biz o informasiyanı bilmirdik. Amma indi 21-ci əsrdir və informasiya daha çoxdur və bu nədən irəli gəlib? Amma mən müşahidə edirəm, çoxalıb və əlbəttə ki, bugünkü valideynlər çox əziyyət çəkir ki, onların xəstə övladları dünyaya gəlir və bunun qarşısını almaq üçün nə etmək lazımdır? Baxın, çox doğru vurğuladınız Down sindromu ilə doğulan uşaqları. Bugünkü gün təəssüf ki, autistik spektr pozğunluğu ilə və onun müxtəlif dərəcələri ilə təzahür edən fərdlərin, uşaqların doğulması. Konkret Down sindromunu götürdükdə bu bizim tibbi dillə adlandırdığımız trisomiyadır. Yəni bir xromosomun artıqlığıdır. Bu elmi cəhətdən belə deyim, mayalanma defekti kimi xarakterizə oluna bilər.
Bunların əgər siz proqnozunu nəzərdə tutursunuzsa, nə etmək olar ki, cəmiyyətdə bu cür hallarla qarşılaşan valideynlərin sayı, ailələrin sayı az olsun? Çünki daha öncə dediyim kimi, uşaq problemlə doğulursa, bu ailə həm ailə daxili, həm cəmiyyət daxili müəyyən həm maddi, həm mənəvi, həm sosioloji çətinliklər, sonrası gündə bu fərdin sosiallaşa bilməməsi, işçi qüvvəsi kimi ölkənin də ondan istifadə edə bilməməsi və onun payına düşən resurslardan həm istifadə edə bilməməsi, həm də cəmiyyətin bir üzvü kimi öz funksiyalarını yetərincə yerinə gətirməsinə və bəzi hallarda isə erkən həyatdan köçmə kimi neqativ vəziyyətlərə yol açır. Bunun qarşısını necə almaq olar? Bunun qarşısını gələcək ana-ata namizədləri evlənmədən öncə ailə planlaması deyilən, bilirsiniz, daha öncə də bu var idi. Bəhs etdiyiniz Sovetlər dönəminin vaxtında da, hal-hazırda da var və dünyanın bütün inkişaf etmiş ölkələrində məhz ailə institutunun formalaşmasına çox böyük diqqət yetirilir. Gələcək ata-ana namizədi öncədən öz daşıyıcılıqlarını müəyyən etmək üçün və bu daşıyıcılıqları gələcək nəslə nə cür ötürə biləcəkləri mövzusunda informasiya əldə edə bilmək üçün müvafiq, çox bəsit görünən, adi ümumi qan analizi verdiyimiz xüsusi tüblərdə, probirkalarda bir tüb qan verərək bütün bu informasiya malik ola bilərlər. Və bu yolla da hansı daşıyıcılıqlara sahib olduqlarını biləcəklər və bunu proqnozlaşdıra biləcəklər, baş verə biləcək xəstəlikləri. Həmçinin hamiləlik zamanı, hamiləliyin 10-cu həftəsindən etibarən, çünki niyə biz məhz hamiləliyin 10-cu həftəsini xüsusi qeyd edirik? Çünki məhz hamiləliyin 10-cu həftəsindən etibarən dölün ana qanındakı DNT miqdarının sayı kifayət qədər olur ki, məhz anaya yox, dölə aid genetik təhlil aparmaq mümkün olsun. Yəni bu yalnız 10-cu həftədən sonra formalaşır. Amma onda gecikmiş olmur bu proses? Xeyr, bizim əslində tibbdə adlandırdığımız non-invaziv prenatal testlər var ki, NIPT testləri deyə tanınır. NIPT test 10-cu həftədən, dediyim kimi, çünki 10-cu həftə, yəni bir daha vurğulamaq istəyirəm, fetal DNT-nin konsentrasiyasının kifayət qədər artıq olduğu bir müddətdir. Ana qanından, ana qanından alınaraq dölün genetik məlumatlarını, xüsusən siz daha öncə qeyd etdiyiniz Down sindromunun və həmçinin müxtəlif xromosom patologiyalarının malik olub olmadığı haqqında dölün, yəni da məlumatı verməyə bizə imkan verir. 10 həftəlik 2 ay yarım hamiləlikdir. Düzdür? Bəli, 10 həftə, bəli. Amma yəni biləndə ki, bu uşaq xəstədir və bunun dünyaya gəlməsinin qarşısını almaq olarmı? Bilirsiniz, bu biraz həm tibbi, həm humanistik, həm belə bir ağır addımdır. Bu halda seçim yalnız ailənin və müalicə həkiminin üzərinə düşür. Müalicə həkimi, amma daha çox ailənin. Amma ana bətnində olan uşağı müalicə eləmək olarmı bu sindromlarla? Müalicə həkimi, ginekoloq, yəni ginekoloq bildirməlidir ki, taktikanı ginekoloq müəyyən etməlidir ki, ümumiyyətlə hətta bəzən elə genetik patologiyalar müşahidə olunur ki, döldə o dölün ümumiyyətlə hamiləliyin 9 ayı bitirəcəyi belə sual altında ola bilir. O nöqteyi nəzərdən mən müalicə həkimi, ginekoloqu qeyd etdim. İstənilən halda burada böyük məsuliyyət, qərarın məsuliyyəti ailənin üzərinə düşür. Ailə o övladı dünyaya gətirmək istəyirmi? Ailə o övlada sahib olacaqmı? Yəni bizim məqsədimiz, daha doğrusu bizim məramımız, bizim missiyamız bu informasiyanı ailəyə paylaşmaq. Amma ana bətnində o xəstəliyin dərəcələri varmı? Yəni elə autizm var ki, yüngül olur, elə uşaqlar dünyaya gəlir. Autistik spektr pozğunluğunu təəssüf ki, prenatal dövrdə proqnozlaşdırmaq mümkün deyil. Biz ümumiyyətlə, yəni genetik xəstəliklər xromosomal və gen xəstəlikləri olaraq əsas iki qrupa təsnifatlaşdırılır. Az öncə bəhs etdiyim NIPT test bu xromosom xəstəliklərini, xromosom patologiyalarını təyin edən testdir. Amma həmçinin biz amniosintez, bilirsiniz, dölyanı mayedən alınan, bu təbii ki, mütəxəssis həkim tərəfindən icra olunan bir analizdir. Dölyanı mayedən alınan nümunə üzərindən gələcək
övladın, belə deyək, hələ embrion səviyyəsində olan müxtəlif genetik testlər verdirmək və müxtəlif genetik informasiya sahib olmaq imkanı var bugünkü tibbin. Bunun üçün də xüsusi göstərişlər lazımdır. Çünki bu artıq amniosintez, bu invaziv bir müdaxilədir. Çünki bu həm də hamiləlik üçün olan bir riskdir. Ona görə əgər müalicə həkimi ultrasonda hər hansı bir dəyişiklik müşahidə edibsə, NIP testi nəticəsində hər hansı bir xoşagəlməz və yaxud şübhəli bir dəyişiklik varsa, həmçinin ailənin anamnezində qohum nigahı kimi bir amil varsa, ailədə xəstə uşaq kimi bir anamnez varsa, bütün belə deyək, bu çox məsuliyyətli qərardır. Ona görə o qərarı vermək üçün sadaladığım amillərdən ibarət, yəni konsilium nəticəsində qərara gəlinir ki, dölyani mayedən analiz lazımdırmı və hansı kriterlərlə, hansı parametrlərlə o aparılmalıdır. Bilirsiniz, mən buradan təkrar başa dönmək istəyirəm. Nəyə görə? Bütün bu ağrılı, maddi, mənəvi yüklü, emosional yüklü prosesləri önləmək adına bütün bunları hamiləlikdən öncə proqnozlaşdırmaq, hamiləlikdən öncə tərəflərin genetik tədqiqini aparmaq çox daha effektivdir deyə düşünürəm. Məsələn, qurulacaq ailələr üçün istər gənclərin valideynləri tərəfindən, istər gənclərin özü tərəfindən böyük maddi məsrəflərə girilir. Bilirsiniz, yəni bu cəmiyyətimizin, yəni toy məşhur filmdəki sitat gətirəcəm ki, elimizin toy kimi gözəl adəti var. Toy bu çox gözəldir, ailə bu çox gözəldir, çəkilən xərclər əladır, amma o çəkilən xərclərin sırasında ki, biz çalışırıq imkanlarımız daxilində məişət texnikasının da, cehizində, mebelində, şounun da ən yüksək səviyyəsini, ən bahalısını təşkil edək öz belə deyək şad günümüz üçün. O əsas sağlamlıq qalır bir qıraqda. Əsas təbii ki, gəncləri bir-birinə bağlayan hisslərdir və gələcək ailənin, yəni məsuliyyətini duyma hissidir. Bütün bu şənlikdən də, şadlıqdan da öncə. Çünki ailə olmaq artıq cəmiyyəti formalaşdıran, məsələn, obrazla desək, bir arı pətəyini düşünsək, ailə cəmiyyəti formalaşdıran kiçik o hissəciklərdən, altı bucaqlı evciklərdən ibarətdir. Siz işlədiyiniz genetik mərkəz Azərbaycanda, yəni belə deyək ki, ilk bir mərkəzdir. Bəli, hal-hazırda formalaşdırdığımız mərkəz Azərbaycanda ilk genetik mərkəzdir ki, biz yəni əldə etdiyimiz dünya səviyyəli ən yüksək texnologiyalara sahib cihazların Azərbaycanda yəni gətirilən ilk mərkəzlərdən, birinci mərkəzlərdən biridir və o həm mütəxəssis heyətinin, çünki burada tək cihazla bitmir, həm cihazın imkanlarına, həm peşəkar mütəxəssis heyətinin imkanları hesabına pasientlərimizə, yəni cəmiyyətimizə maksimal faydalı olmağa çalışırıq. Yəni nisbətən belə gənc bir Bəli, mərkəzdə. o da öz ilk addımlarını atır. Sizə müraciət edənlərin sayı bu qısa müddətdə varmı? Bəli, bilirsiniz, əslində bizim icra etdiyimiz, hal-hazırda Azərbaycanda icra etdiyimiz genetik testlər daha öncə xarici ölkələrə göndərdiyimiz testlərdir. Hansından ki, artıq həm əhalinin müvafiq təbəqəsi, həm ixtisaslı həkimlərimiz bu barədə məlumatlıdırlar və onlar dediyim kimi bu testlər tələbatına uyğun xarici ölkələrə göndəriş edirdik biz bu materialları. Amma hal-hazırda yəni heç bir logistik nöqteyi nəzərdən vaxt itirmədən biz bunu birbaşa ölkəmizdə icra etmək imkanımız var. Çox gözəl. Mən həqiqətən sevindirici haldır və cəmiyyətimizin hər sahədə inkişafı gedir və əlbəttə ki, belə bir laboratoriyalar lazımdır və mən istərdim siz belə bu mövzudan biraz başqa bir sahəyə getmək istəyirəm. Ailə tarazlığı, ailə münasibətləri, valideyn-uşaq münasibətləri hal-hazırda bugünkü gündə sizi qane elirmi və axır zamanda bir qanunlar da əmələ gəlib ki, bugünkü cəmiyyətdə uşaqları gərək tənbəh eləməyəsən, uşaqlara səs qaldırmayasan
və siz düşünmürsünüz ki, bu cəmiyyətdə o uşaqları biraz belə deyək, iradəsiz bir şəxs kimi yetişdirə bilər. Bilirsiniz, hər şeyin istənilən münasibətlərdə, istər bu evladla, ümumiyyətlə mən fikrimi oradan başlamaq istəyirəm ki, evlad valideyn münasibətindəki olan məqamlar bu hər nəsil dəyişdikcə valideynlər müəyyən qədər evladlarından narazı olduqları kimi bilirsiniz, bu bəzən analar qızlar, atalar oğullar kimi, yəni bu məqamlar bütün nəsillərdə olub. Bugünkü günümüzə gəldikdə ümumiyyətlə istənilən halda bütün münasibətlərin əsasında sevgi, qarşılıqlı hörmət durursa, o münasibətlərin tarazlığının pozulması o qədər də asan olmur. Amma mənim şəxsi subyektiv düşüncəmi bilmək istəyirsinizsə, mən hesab eləyirəm ki, həm evlad tərbiyəsində, həm ümumiyyətlə istənilən qarşılıqlı münasibətlərdə müəyyən olunmuş bir sərhədlər olmalıdır. Yəni sərhədsiz olan hər bir şey nəticədə xaosa gətirir, çıxardır. Yəni bəzən cəmiyyətdə də elə fikirlər olur insanlar. Amma artıq bizim dövlət tərəfindən belə bir qanun qəbul olunub. Bilirsiniz, qanunun qəbul olunmasına da səbəblər, yəni bunun tək uşaqlar üçün yox, həm uşaq... Amma mən düşünürəm, bu Avropadan bizə sırınan bir fikirlərdir. Mən demirəm uşağı döymək lazımdır, mən demirəm uşağı işgəncə vermək, yəni o, belə deyək ki, dərin məsələlərə getmirəm. Mən ümumiyyətlə səs qaldırmaq, uşağı hətta biraz yüngül, belə, necə biz belə tərbiyə edirik, yəni uşaq valideyndən çəkinməlidir. Ona görə ki, əgər uşaq başa düşsə ki, və bugünkü gündə hətta bilir ki, hə, sən məni səs qaldırmırsan, mən gedib polisə müraciət edəcəm və s. Necə ki, Avropada, siz bilirsiniz, bizim bir çox Azərbaycanlılar, mən Şvetsiyada tanıyıram, ailələr var. Uşaq sadəcə valideyn uşağın üstünə qışqırıb, uşaq gedib məktəbdə şikayət edib, o valideyn ki, uşağın alıblar əlindən. Bəli, yəni, təəssüf ki, belə nümunələr var. Amma biz də bugünkü günə buna gedirik, yönəlirik. Mən düşünürəm ki, müzakirə olunmayıb, qəbul olunub. Yəni, bir də ki, hər bir millətin özünə görə mentaliteti var, düşüncəsi var, yanaşması var. Amma düşünürəm ki, bizim Azərbaycan dövlətimizdə bu qanun çox yersiz idi. Baxın, mən elə məhz ixtisasımdan belə deyək, yol alaraq başlamaq istəyirəm sualınızı cavablandırmağa. Mən bizim genetik kodumuzda valideyndən polisə müraciət eləmək, valideyni polisə vermək kimi bir nəticəyə gələrikmi, o məndə ciddi şübhələr doğurur. Çünki bir Avropalının, bir İsveçlinin genetik kodu, mentaliteti, ailə nənələri başqa nüansları diktə eləyir. Yəni başqa istiqamətdir. Azərbaycan ailəsində harda ki biz doğuluşdan, yəni hal-hazırda müəyyən qədər günün tələbinə uyğun belə deyək, cəmiyyəti formalaşdıran normativlər dəyişib. Amma biz daima böyük ailələrdə doğulmuşuq. Mən ana nənəmin, mənim yəni əslində gördüyünüz bugün bu şəxsiyyətimin formalaşmasında ana nənəmin çox böyük rolu var. Allah ölənlərinizi rəhmət eləsin. Yəni biz doğulmuş o ailələrdə ki, hardakı nənələr, babalar, böyüklərə ehtiram, qonşuya, müəllimə ehtiram bir mənalı və onlardan da kiçiyin böyüyə ehtiramı və böyüyün də kiçiyə həm səbri, həm nəsihəti. Bu qanunlar Azərbaycan xalqına xas olan genomu dəyişdirə bilərmi ya yox? Mən hesab eləmirəm ki, dediyim kimi bizim genetik kodumuzda olan o ehtiram, o böyüyə hörmət, ənənələrimizi dəyişdirməyə o qədər də gücü çatacağına inanmıram. Amma bir şey də var ki, nəzərə alsaq ki, genetik nöqteyi nəzərdən yanaşmağımı istəyirsinizsə, yəni bizim də artıq belə deyək, genetik məlumatlarımızın digər qonşu və qeyri-qonşu xalqların genetik məlumatları ilə qarışması nəticəsində müvafiq bəlkə də hardasa müəyyən hallar ola bilər, bizi qane eləməyən. Amma mən hesab eləyirəm ki, bir Azərbaycanlının genetik
koduna, bir Azərbaycanlının tərbiyəsinə, bir Azərbaycanın mənəviyyatına xas olan bir davranış deyil və mən inanıram ki, biz də bunu cəmiyyətimizdə Avropada gördüyünüz kimi, yəni o səviyyədə görməyəcəyik. Dediyim kimi, qarşılıqlı münasibətlər, ehtiram, hörmət, ehtiram və sevgi qarşılıqsız, yəni qarşılıq gözləmədən bu dəyərlər əsasında formalaşarsa və dediyim kimi hər kəs çərçivəsini, çərçivə deməyək də hüdudlarını bilərsə, negativ hallar olmayacağı qənaətindəyəm və buna inanıram. İnşallah. Bir də məni bilirsiniz nə narahat edir bizim cəmiyyətimizdə. Siz bilirsiniz ki, hal-hazırda qanunvericilikdə belə bir qanun var ki, ailə qurmamışdan əvvəl tibb arayışı yəni təqdim olunmalıdır. Amma o tibb arayışı düşünmürəm ki, daha qlobal məsələləri aradan qaldıra bilər. Və necə düşünürsünüz, pis olmazmı dövlət tərəfindən dəstəklənsin və məhz genlə bağlı arayışlar, genetik təhlillər tələb olunsun ki, bu gün bizim yəni cəmiyyətimiz sağlam, yəni ona görə ki, sağlam düşüncədə, yəni sağlam bədəndə sağlam düşüncələr də olur. Və o uşaqlar tam başqa səmtdə yaşayır. Mənə elə gəlir ki, yaxşı olardı ki, məhz bu sahədə arayışda bir tələblər olunsun. Mən sizlə son dərəcədə həmfikirəm bu mövzuda. Az öncə bəhs etdiyim məhz evlilik öncəsi genetik taramalar, genetik test panellərinin tədqiqi çox vacibdir. Nəyə xidmət eləyəcək? Lalə xanım, qısa cavab verməli olsam, sonra geri də dönəcəm sual üzrə. Bu bizim milli genofondumuzun saflığına xidmət edəcək. Çünki tərəflər müəyyən daşıyıcılıqlara deyil, daha genetik təhlillər nəticəsində əldə olan informasiya ortaya qoyularsa, bu bayaq bəhs etdiyim kimi gələcəkdə ailə planlamasına dair də öz müsbət töhfələrini verəcək. Çünki daha öncə qeyd etdiyim kimi tərəflər artıq hansı daşıyıcılıqlara sahib, hansı xəstəliklərin daşıyıcılığına sahib olduğunu biləcək və ona uyğun da hər belə deyək, diaqnozun, hər daşıyıcılığın səviyyəsinə uyğun artıq ailə planlamasının taktikası vardır. Xüsusi testlər vardır, xüsusi istiqamətlər vardır ki, ailələri, gəncləri məhz o yönə istiqamətləndirmək lazımdır. Məsələn, elə genetik patologiyaların daşıyıcısı olan şəxslərin evliliklərini biz bəzən müşahidə edirik ki, biz onlara sağlam övlad sahib ola bilməsi üçün süni mayalanma, yəni ekstrakorporal mayalanmaya müraciət etmələrini tövsiyə edirik. Amma çox təəssüf ki, hal-hazırda bizə müraciət edən pasiyentlərin arasında, şəxslərin arasında, xüsusən cütlüklərin arasında artıq ailədə bir və ya birdən artıq sağlam olmayan uşaq sahibləri müraciət eləyir. Çünki artıq ailədə bir xəstə uşaq var, ailə sağlam uşaq sahibi olmaq istəyir. Amma bunu da, yəni o uşağın sahibi olmadan daha öncə bu testlər verilsə, dediyim kimi tərəflər daşıyıcılıqlarını müəyyən etsə və buna uyğun ailə planlamaları taktikasını müəyyən etsələr, sağlam körpə bu sağlam ailə deməkdir. Yəni dünyaya gələcək sağlam uşaqdan böyük nə töhfə ola bilər, nə hədiyyə ola bilər ki, gənc ailələr üçün. Cəmiyyətdə belə bir məsələlər rast gəlmək olur ki, qızla oğlan evlənir və onların evladları olmur. Amma onlar ayrılandan sonra qadın ailə qurur, onun uşağı olur. Kişi də yəni ayrılır, təzədən evlənir, onun da uşağı olur. Tam başqa cütlükdən, yəni təzədən uşaq dünyaya gətirilə bilir. Yəni bu da genlə mi bağlıdır? Bilirsiniz, onun müxtəlif səbəbləri var, müxtəlif etiologiyası var bəhs etdiyiniz situasiyaların. Mən yəni yeri gəlmişkən bir məqama da toxunum. Bəzən çünki bizə də müraciət edən ailələrin arasında olur ki, idiopatik sonsuzluq adlandırılan, yəni səbəbi bilinməyən sonsuzluq. Gənc adamlardılar,
heç bir problem yoxdur laborator instrumental müayinələr nəticəsində nə xanımda, nə bəydə. Hətta uğursuz süni mayalanma cəhdləri olubdu. 9 ildir, 10 ildir övlad sahibi ola bilmirlər. Və nəticədə bəsit bir genetik test nəticəsində və xüsusi bir maliyyəti də yoxdur o testin. Bəsit bir genetik test nəticəsində bəylərdə Y xromosom deletisiyası deyirik biz. Yəni kişilərə kişi cinsini verən Y xromosomunun belə deyək, qırığı mı deyək, defekti mi deyək, yəni o xromosom dəstinə sahib şəxs təəssüf ki, ata ola bilməyəcək. Yəni bu bunun belə deyək, ömürlük sahibi olduğu bir status olacaq. Amma bunu genetikasız, genetik testsiz heç cür müəyyən etmək mümkün deyil. Sadəcə bir balaca o düşündürür ki, niyə görə bu ailələr artıq 9 ildir, 10 ildir müxtəlif müayinələrdən keçirlər və nəyə görə belə deyək də genetik təhlil son etapa qalıbdı. O ki qaldı sizin qeyd etdiyiniz məqama, tibdə bugünkü gündə uyğunluğu, tərəflərin uyğunluğunu müəyyən edən testlər var. Bəzən bəli, o testlərin uyğunsuzluğu nəticəsində siz bəhs etdiyiniz hallar müşahidə oluna bilir və həmçinin bir sıra tibbi diaqnozlar da var ki, sizin dediyiniz situasiyaları doğrulda bilir. İstər qadınların fizioloji inkişafı baxımından, istər kişilərin. Bunların hər birinin kökündə dərin araşdırma durur. İstər genetik, belə deyək, alətlərdən istifadə edərək, istər tibbin digər yeniliklərdən istifadə edərək. Burada təbii ki, həm böyük güc, həm məsuliyyət, həm belə deyək, böyük zəhmət ixtisaslı kadrların üzərinə düşür. Xanım, siz tərəzi bürcüdəsiz. Siz həyatınızı yaşayaraq hər şeyi tarazlayırsınız, yoxsa və siz ürəklə yaşayırsınız, yoxsa başla? Ürəyin, bilirsiniz, tarazlıq, bəli, mən ümumiyyətlə qərarlarımı tarazlamağa çalışan insanam, bacardığım qədər, yəni spontan hərəkətlər o qədər də xarakterimə xas deyil. Ürək qəlb məsələsi dedikdə orada da çalışıram tarazlığa gətirən qərarlar qəbul edeyim ki, həm ürəyim, həm beynim tabe olsun və o qərardan həm özüm, həm ətrafdakılarım, bəli, maksimal, necə hiss edeyim, zərəri olmasın da maksimal fayda görə bilim, həm özüm, həm ətrafım. Çox gözəl, Leyla xanım, mən sizə çox minnətdaram və belə deyək, Allahıma da minnətdaram ki, sizin kimi ağıllı, savadlı, mükəmməl bir xanımla rast gəlmişəm və düşünürəm ki, bugünkü verilişimizdən bir çoxları yararlanar. Mən çox ümid edirəm. Və sizə uğurlar arzu edirəm. Çox sağ olun, Lalə xanım, çox sağ olun. Mən də öz növbəmdə dediyim kimi sizin şəxsinizə çox dərin təşəkkür edirəm və sizin kimi dolğun, sizin kimi intellektual və sizin kimi Azərbaycan xanımına, məhz Azərbaycan qadınına məxsus olan bütün xüsusiyyətləri özündə ehtiva edən mükəmməl cəmiyyət üzvünü tanımağa, bugün sizin qonağınız olmağa son dərəcədə məmnunam və ümid eləyirəm ki, bu bizim sizinlə sonuncu görüşümüz olmayacaq. İstər studiya çərçivəsində, istər studiyadan kənarda. Dəvətiniz üçün bir daha sizə və komandanıza təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Bugünkü bizim qonağımız Leyla xanım Abbasova idi, bioloq, genetik. Yeni görüşlərə dək əziz televiziya tamaşaçıları.